Cədvəl tamamlayan fikirlər yazın. İvan Yakovleviçin uşaqlara münasibəti onlara gözəl xüsusiyyətləri göstərmək istəyir. Mətndə bu münasibətin təzahür etdiyi məqam. Ə, Həmin situasiyanı tapmaq lazımdır. Hansı ki biz görürük ki, İvan bu situasiyada uşaqlara yararlı olmağa çalışır. Burada üç məqam var. Birincisi bu hissədir. Yəni şagirdlərin yalan danışdığını gördükdə onlara əsəbləşir, yalanın doğru olmadığını, yalan danışmağın pis əməl olduğunu göstərməyə çalışır. İkincisi, qubernatorun arvadına yaxınlaşaraq öz fikrini ifadə eləyir, həmin şagird haqqında düşüncələrini söyləyir. Üçüncüsü isə məhz bu hiss olacaq. Yəni şagirdlərin onun arxasıca gəldiyini gördükdə onları qucaqlayır və şagirdlər ondan bağışlanma diləyirlər. Yəni üç dənə məqamımız var. Bunları qeyd edə bilərik.